Maşınla gələrkən birbaşa tankı üstünə sürüb adamlar xırd-xəşil olması hadisəsi mi deyim? Yaxud təcili yardım maşınında günahsız və hətta heç sizə deyim ki, meydanda olmayan adamı belə xəstəxanaya çatdırmağa gedərkən o maşının gülləbaran edilməsi və o təcili yardımdan istifadə edib sağalacağına ümid bəsləyən insanın faciəsini deyim. O qədər belə faciələr var ki, sözün açığı sadalamaqda insan çox çətinlik çəkir. Orada həmin dövrdə Krasnodar və digər ərazilərdən içkili və sərxoş vəziyyətdə olan erməniləri də gətirmişdilər. Onların törətdikləri vəhşiliyi, özbaşınalığı və s. hansını deyim? Əslində sonradan da məlum oldu ki, o dövrdə Sovet rəhbərliyi bu sərxoş vəziyyətdə səfərbərlik nəticəsində Bakıya gətirilərək bu proseslərdə iştirakını təmin etməklə adamlara qarşı belə qəddarlığı həyata keçirənlərin ermənilər olduğu fikrini yaratmağa cəhd göstərmişlər, amma heç kəs aldatmaq mümkün deyildi.